Bebek mən göstərdi doktor. Hardadır bebe? Başlayaq baxmağa bebeğe. Hı. 5 ildən sonra bizdə Zinət xanım ikinci dəfə ana olmağa hazırlaşır. Birinci bebeğimizdə qızımız, Jasmin qızımız 2 ildən sonra dünyaya gəldi. Folikul yetişib partlamırdı. 3 kurs müalicə nəticəsində həmləlik testi bilindi və həmləliyimiz çətin keçmişdi. Soğuk laxtalanma belə şirin prenses qızımız oldu. İndi də ikinci bebeşkən dalınca gəldi. Baxaq. Başlayaq. Hı. Başlayaq. Bebe nə qəsəydi? Ve bebeşkən bax, gözləri baxır Jasminə, əllərinlə də salamlayır səni bax. Baxıram. Bax, verdi, əlinlə də salamlayır səni. Və bir dənə indi dünyanın ən gözəl melodiyasını doktor sənə qoyur. Bax, bebenin. Bebenin çikili ürək vurğusudur. Gördün? Ve bebeğimiz de baxır səndə. Bax, gözlərindən. Gözlərin də açıq, bebeğimiz baxır. Həmləliyimiz çox çox. Beləliydi. Aha, böyle oynuyor. Kullandırıq. Fıranır oynayır orada. Deyir ki, mənim bacım burada baxır mənə. O da deyir, əlin qoyur başın altına, gözlərin də açıq, bax. Ay Allah. Bəli, Ay. Baxın belə kürəndir baxırıq. bəli, bax. Şipşirindir. Əlləri, ayaqları görsün. Ağappaqdır. Toçunu özü baxışdır. 5 ildən sonra inşallah qızımız ikinci dəfə ana olar. Həmləyimiz çox çətin keçir, riskli keçir. Laxtalama problemi, zob problemi və s. Amma ona baxmayaraq 17 həftəyə çatdıq və bugün sevinirik. Sizi təbrik edirəm. Çox sağ olun. İnşallah xərək çataq və belə şirin körpəylə yanımıza gələsiniz. Çox sağ olun, Allah razı olsun. Şey belə. Bir dənə də.